Hər vaxtınız xeyir əziz izləyicilər. Bu gün sizlər üçün belə bir üçbucaq sualını nizam verəcəm. Sualımız belədir ki, AB 24-dür, AD verilib və DC ilə də AC bir-birinə bərabərdir. Bucaq C bucaq B-dən 2 dəfə böyükdür və bizdən istəyir DC-də, yəni x-i tapın deyir. Mən burada biri digərinin 2 misli olan bir tərəf görürəm, bucaq görürəm və buradan AC-nin DC-nin uzantısını AC qədər çəkirəm. AC qədər uzantını çəkirəm. Və bu da M nöqtəsi olsun. Sonra A ilə M-i birləşdirək. A ilə M-i birləşdirək. Burada bir bərabər yanlı üçbucağı görürük. ACM üçbucağı və xarici bucaqda gördüyünüz kimi 2 alfadır. Onda bu da xarici bucaq ona qonşu olmayan iki bucağın cəmi ilə bərabərdir. Bunlar da bir-birinə bərabər olacaq. Bərabər yanlı üçbucaq olduğu üçün demək bu bucaqlar bərabər oldu və böyük üçbucağa nəzər salsaz A, B, M üçbucağına bucağı B bucağı alfa, M bucağı alfa demək bu bir bərabər yanlı üçbucaqdır. AB ilə AM bir-birinə bərabər olur. Demək AM də 24 santimetrdir. 24-ə bərabərdir. Və burada görmək lazım olan əsas məqamlardan biri də ki, nədir? Görmək bunu vacibdir ki, düzbucaq bu təpədən median çəkilib, median da tərəfin yarısına bərabərdir. Bu da bizə məlumdur ki, düzbucaqlı üçbucaqda belə bir şey mümkündür. Bunu da ki, onda buradakı AD M üçbucağına baxanda düzbucaq təpəsindən median çəkilib, AC medianın DM-in yarısına bərabər olduğu üçün bu bir düzbucaqlı üçbucaqdır onda. Burası da x götürək. Onda DM bərabərdir 2x oldu. Bizdən də buradakı üçbucaqda A, D, M və katetləri 24, 18-dir. Hipotenuzu tapa bilirik. Buradan Pifaqor teoreminə görə də tapa bilərik və yaxud bunu üçbucaq Pifaqor üçlüyünə görə 18, 3, 4, 5 üçbucağından 3-ün 6 mislidir. 24 də 4-ün 6 mislidir. Deməli, DM də 5-in 6 misli olacaq. Yəni 30 olacaq. DM də 2x olduğu üçün 2x 30-dur. X-imiz də demək 15 olacaq. Bizdən də x istəyirdi 15